Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah akşamınızı da hayırlı eylesin. Gelen günleriniz hayırlı olsun. İşleriniz avanda olsun. Yine de istəyirəm ki, Əbülfəzl Abbas ağamızın fəzilətlərindən siz üçün danışam. İsrar-ı Şəhadə adlı kitabda rəvayət edilir ki, Abbasın anası Ümmül Bənidir. Ümmül Bəni yəni oğullar anası. Ümmü Bəni oğullar anası deməkdir. Əsl adı Fatimə olub. Əl-Əmrəl-Mömin əleyhissalam Fatimə ilə, yəni ikinci dəfə Fatimə ilə ailə quranda, yəni Ümmül Bəni öz adı ilə, yəni Fatimə adı ilə çağıranda, İmam Hüseyin əleyhissalamın, İmam Həsən əleyhissalamın, Cənab-ı Zeynəbin, Cənab-ı Gülsümün yadlarına öz anaları düşürdü və qəlbləri sınırdı. Ona görə də Əli əleyhissalamın ailə qurduğu Fatimə özü də Əl-Əmrəl-Mömin əleyhissalam da belə qərara gəldilər ki, onun adını Ümmül Bənin deyə çağırsınlar. Yəni, Əli əleyhissalamın övladlarının, analarının adlarını çəkəndə yadlarına düşüb qəlbləri sınmasın, pərişan olmasınlar. Ona görə də onu deməli Ümmül Bəni deyə çağırırdılar. Abbas Ümmül Bəninin böyük oğlu idi. Belə ki, Ümmül Bəninin 4 dənə elə bil ki, oğlu oldu. 4 dənə oğlanın da böyüyü Abbas idi. Sonra Abdullah, Cəfər, Osman. Böyük oğlu idi, yəni Abbas Ümmül Bəninin böyük oğlu idi və axırıncı kəs idi ki, öz ata və ana qardaşlarından sonra şəhid oldu. Yəni əvvəl qardaşları meydana göndərdi, ta öz gözü ilə görsün ki, məndən sonra, yəni onlar qalmasın, öz gözü ilə görsün ki, onun da qardaşları, qardaşı İmam Hüseyin əleyhissalamın qarşısında şəhid oldular. O cənaba Qəmər Bəni Haşim deyərlər, yəni Bəni Haşimin ayı. Çünki mübarək üzü ay kimi nurani idi və Kərbəlada o böyük şəxsiyyət qardaşının bayraqdarı idi və ibadətinin çoxluğu səbəbindən alnında səcdə nişanı və əlaməti var idi. Cənab-ı Abbas şücaətdə və qüvvətdə və qəd-qamətdə cəmi o əsrin adamlarından uca boylu, qəvi heykəl və seçilmiş şəxsiyyət idi. Nə qədər qəvi heykəl atlara svar olsaydı, mübarək ayaqlarını rükaba qoyanda əlləri rükabdan aşağı olardı. Kərbəlada şəhid olan vaxtlarda 34 yaşı var idi. Nəql edilir ki, bir dəstə zəvvar ziyarətə gedirdilər. Bir zəif övrət öz kiçik yaşlı uşaqları ilə həmin zəvvarlar ilə gedirdilər. Elə bir yerə çatdılar ki, zəvvarlar hamı sürətlə gedib o zəifə qadın uşaqları ilə dalda qaldılar. Nagah ərəbin yol kəsən quldurları o övrətə düçar oldular və bəna qoydular. O zəifə övrəti
və onun balalarını soymağa və qadına ehtiramsızlıqlar etməyə. O biçarə hər tərəfə baxıb bir kömək, bir havadar görməyib, ağlaya-ağlaya üzünü Kərbəlaya tərəf tutub, qəmli qəlb ilə ərz eylədi. Ağa ya Hüseyn, ya Əbəlfəzl Əbbas, ey Rəşid, qeyrətli ağa, sizin qeyrətinizdən uzaqdır ki, öz biçarə zəvvarınızı zalim əlində giriftar qoyasız və mənim bu növ pərişan halətimdə mənim fəryadıma, yəni çağırışma yetişməyəsiz, yəni ay verməyəsiz, köməyimə gəlməyəsiz. Övrət bu sözü deyəcək, yəni deyən kimi nagah gördü Kərbəla tərəfindən bir atlı əlində nizə, bərqi lami-i, yəni ildırım kimi sürət ilə həmin anda hazır olub əl nizəyə aparıb o yol kəsənlərə həmlə edib hamısını bir anda yaralayıb onları dağıtdı və o övrəti balaları ilə belə götürüb bir az zamanda karvana yetirdi. Sonra mübarək üzünü övrətə tutub dedi, ey zəifə, bu sizin zəvvarınızdır, onlara birləşin, heç qorxmayın. O övrət deyir, mən onda bu qədər məhəbbət və mehribanlıq o süvaridən, yəni o atlıdan gördükdə dedim, ey şücai və qeyrətli süvari, sən haradan bildin ki, bir düşmən əlində aciz və zəif və zəlil halda qalmışıq, bizə nicat verdi, dedi, ey zəifə, mən Səyyid-i Şühəda İmam Hüseyin əleyhissalamın xidmətində söhbətə məşğul idim və o Həzrəti mübarək üzünə baxırdım. Nagah gördüm o büzürgüvarın, yəni o böyük şəxsiyyətin ixtiyar gözlərinin yaşı töküldü. Mən ərz eylədim, nə səbəbə belə ağladın? Buyurdu, necə ağlamayım ki, zəvvarımız zalimlər əlində giriftar olub bizi köməyinə çağırır. Sonra mənə hökm elədi ki, get zəvvarımıza nicat ver. Bəs mən onun hökmü ilə gəlib sizi xilas eylədim. Övrət dedi, ey qeyrətli, şücaətli kişi, çox zəhmət çəkdin. Ver bircə əllərini ziyarət edib. Dedi, əl barəsində məni bağışla, üzürlüyəm. Övrət dedi, üzrün nədir? Dedi, əllərimin hər ikisini kəsiblər. Övrət dedi, məgərsə mənim ağam Əbbasdan buyurdu, mənəm ələmdar-ı Kərbəla, səqqa, yəni su ələ gətirən Kərbəla Əbəlfəzl Əbbas. İsrar-ı Şəhadə kitabında Fazil-i Dərbəndi mərhum rəvayət edir ki, bir gün Rəsul-i Xuda Şühəda-i Kərbəla fəzilətində varid olub. Yəni onlara çata bilməz fəzilətdə nə keçib gedənlərdən heç bir şəxs və nə də gələcək günlərdə gələnlərdən. Fazil-i Dərbəndi mərhum bu hədislərə əsasən bu qənaətə gəlir ki, Şühəda-i Kərbəla əfzəl və əşrəfdirlər. Xatəmi Ənbiya və Əmirəl-Möminin əleyhissalamın cəmi əshabələrindən, yəni əgər ki, Səlman xüsusində deyilib ki, indəhu elmül əvvəlin vəl-axirin, yəni Cənab-ı Səlmanın yanındadır elmin əvvəli və axırı. Amma İmam Hüseynin fərmaişini və mərhəməti cəhətinə qardaşı Həzrəti Əbbas əleyhissalam şəhadətə yetişəndən sonra buyurdu, indi mənim belim sındı,
və əlavə buyurdu, yəni qardaş Abbas, sənin əllərini kəsmək ilə mənim əllərimi kəsdilər və səni öldürmək səbəbinə mənim belimi sındırdılar. Belə ki, İmam Hüseyin əleyhissalam Cənab-ı Abbasın nəşi üstə o qədər ağladı ki, tainki qəş eylədi. Bəs bu mənbələrin məzmunlarına diqqət edəndə və mülahizə edəndə məlum olur ki, Cənab-ı Abbas Səlmandan əfzəl və əşrəfdir və Peyğəmbər və Əli əleyhissalamın səhabələrin hamısından əfzəldir. Belə ki, 4-cü imam Səyyid-i Sadidin, İmam Zeynül Abidin əleyhissalam, yəni İmam Hüseyin əleyhissalamın oğlu, əmisi Abbasın xüsusunda buyurub, Allah Teala əmim Abbas əleyhissalama bir dərəcə və məqam kəramət edib ki, yer üzünün cəmi şəhidləri o Cənabın dərəcəsinə qibtə edərlər. Belə ki, sair əimmə əleyhissalamlardan varid olub, şühədai Kərbəla xüsusunda buyurublar. Yəni şəhid oldu İmam Hüseyin əleyhissalam ilə Kərbəlada 18 nəfər, belə ki, onların misli və oxşarı olmayıb. Yəni 18 nəfər Bəni Haşimdən. Fazıl Dərbəndi mərhum İsrar-ı Şahadə kitabında rəvayət edir. Bu hədisi Cənab-ı Əbu Zər əleyhi rəhmədən ki, bir gün Rəsul-i Xuda buyurdu, möminlərin fəzilətləri haqqında ki, əgər bir mömin alnını toprağa qoyub bir dərindən dərdli halda ah çəksə, o ahın səbəbindən göylərin mələkləri o möminə kömək etməkdən ötəri ağlarlar. Bu vaxt Allah tərəfindən mələklərə bir nida yetişər ki, ey mənim mələklərim, nə səbəbə ağlayırsınız? Onlar ərz edərlər, Xudaya necə ağlamayaq və halın ki, sənin dostun yer üzündə dərdli ah çəkir. Onun ahına rəhm edib ağlayırıq. Xudavənd aləm buyurar, ey mənim mələklərim, şahid olun ki, mən öz bəndəmdən razıyam ki, ona şiddət üz verib, yəni çətinliyə düşüb, amma mənə xatir bu çətinliklərinə qəlbən razıdır. Sonra Xudavənd aləm buyurar, yəni mənim dostum mənim yanımda peyğəmbərlər kimidir. O peyğəmbərimdən ki, fəqət məni çağırar və mənim məxluqlarımdan ötəri onların şəfaət olunmalarını məndən istəyər. Onu 70.000 nəfərdən ötəri şəfaətçi edərəm və onun şəfaətini qəbul edərəm. Sonra Fazıl-i mərhum buyurub, Həzrəti Əbbas əleyhissalama ağlamaq çox əfsəl və vacibdir. Allah dərgahında müminin öz dərdinə ağlayıb ah çəkməyindən yada salın mələklər nə hala düşdülər və nə şiddət ilə ağladılar. Bəxti ki, Cənab-ı Əbbas əleyhissalam qolları qələm olub, məşki mübarəki dişi ilə tutmuşdu. Bir halət ilə ki, hər dəm yanıqlı ah çəkirdi, ürəkdən və rükabı ilə dava edirdi.